Müasir dövrdə travmatoloji ortopedik əməliyyatların aşağı-yuxarı ətrafda olan əməliyyatların sayının artdığı bir dövrdə və bununla bağlı onların əksəriyyətinin ambulator əməliyyat olduğunu nəzərə alaraq ümumi anesteziyadan əlavə periferik sinir bloklarının, yəni regional anesteziyanın istifadəsi geniş yayılmışdır. Regional anesteziyanın xüsusiyyətləri nədir? Və regional anesteziya bugünkü mövzumuz olaraq ümumi anesteziyadan və digər anesteziyalardan fərqi nədən ibarətdir? Regional anesteziyanın 3 növü var. Bunlar spinal epidural anestezi olaraq mərkəzi regional bloklardır. Periferik sinir sistemi nəzərə alaraq periferik bloklardır və lokal bloklar nəzərə alınır. Regional anesteziya olaraq biz bugünkü mövzumuz periferik sinir blokları olacaq özəlliklə. Periferik sinir blokların dediyim kimi aşağı-yuxarı ətrafda əməliyyatların sayının və çeşidi artması ilə bağlı sinirlərin ağrı blokadası ilə nəticələnən bir anesteziyadır. Yəni bu anesteziyanın əsas xüsusiyyəti, mahiyyəti ondan ibarətdir ki, hər hansı bir ətrafda siniri və sinir dəstəsini blok edərək o ətrafda olan ağrının qarşısını alırıq. Əməliyyat rahat şəkildə icra olunur, əzələ relaksasiyası əldə olunur və bundan da əlavə əməliyyat sonraki da 24 saat kəskin ağrının qarşısı alınır. Periferik sinir bloklarında bir çox hallarda ümumi anesteziyanın riskli olduğu hallarda və riskli xəstə olduğu halda xüsusi olaraq bir üstün cəhəti də var ki, deməli ümumi anesteziya bəzi kardioloji yüksək risk olan xəstələrdə, tənəffüs sistemində ciddi yanaşı xəstəliklər olan xəstələrdə geniş tətbiq oluna bilir. Bundan da əlavə ümumi anesteziyadan və ümumi anesteziyanın yan təsirləri olaraq ürək bulanma, qusma, ümumi anesteziyadan sonra olan halsızlıq, yuxluluq, istifadə etdiyimiz opioid dərmanların, yəni narkotik dərmanların yan təsirləri olduqca azalır. Periferik sinir bloklar, dediyim kimi yuxarı və aşağı ətraflarda olan əməliyyatlarda özəlliklə istifadə olunur. Bunlar ya sırf sinirin blokadası və yaxud da ki sinir dəstəsinin, yəni yuxarı ətrafın və yaxud aşağı ətrafın innervasiya etdiyi sinirlərin sinir dəstəsinin blokadasından ibarət olur. Tibbin inkişafı ilə bağlı biz çox asanlıqla sinirləri ultrason cihazı ilə vizualizasiya, yəni görə bilirik və ondan da əlavə istifadə etdiyimiz Stimulplex və xüsusi ultrason həssaslı iynələrlə yerli anestetiklərdən ibarət olan dərmanları sinirlərin ətrafına yeridə bilirik. Bu xüsusilə istifadə etdiyimiz yerli anestetiklər olaraq, yəni inyeksiya etdiyimiz anından bir 20-25 dəqiqə sonra təsiri başlayır. 24 saata qədər ağrı kəsici effekti davam edə bilər. Dediyim kimi femoral blok ola bilər, yəni burd sinirinin blokadası ola bilər. Bunun üçün budun yuxarı səthində və ön səthində olan əməliyyatlarda, diz əməliyyatlarında istifadə edirik və ya oturaq sinirinin blokadası ilə bağlı budun arxa tərəfinin və ayağın aşağı hissələrini blokada edə bilirik. Əgər yuxarı ətraflarda əməliyyat olacaqsa, xüsusi olaraq qoltuqaltı sinirin, aksillər sinir dediyimiz o sinirin blokadası. O olmadığı halda supraklavikular blokada və yaxud interskalyen blokada çiyində olan əməliyyatlarda istifadə olunur. Periferik blokların üstünlükləri çoxdur. Xəstə ümumi anesteziya verilmir. Xəstə anesteziya zamanı və yaxud əməliyyat sırasında yüngül sedasiya ilə yuxulu vəziyyətə gətirərək əməliyyatı başa vura bilirik və əməliyyatdan sonra da yan təsirləri olmur və yaxud xəstənin istəyindən asılı olaraq əməliyyat sırasında oyaq da ola bilir. Lakin heç bir ağrı hiss etmir. Aşağı-yuxarı ətraflarda əməliyyat sahəsində cərrah da rahat şəkildə əməliyyat edib bitirə bilir. Dediyim kimi, periferik bloklar ortopedik əməliyyatların həcmindən asılı olaraq geniş istifadə olunur. Riskli xəstələrdə daha çox istifadə olunur. Yaşlı xəstələri nəzərə alırıq. Kardioloji və tənəffüs sistemində problemlər olan xəstələrdə, hansılarda ki, ümumi anesteziya riskli ola bilər və fəsadlar inkişaf edə bilər. Bundan da əlavə olaraq əməliyyatdan sonra uzun müddətli, yəni ən azı bir 24 saata qədər sürən bir ağrı kəsici təsiri olur.